Demək qızlar, effektsiz və filtrsiz çəkirəm. İstəyirəm ki, görəsiz. O qədər dediz. Bugün dodağımızı balacalaşdırdıq. Nə elədin? Gyalurondaza vurduq. Gyalurondaza vurduq. Təbii dolğunu əritdik. Necə oldu? Məncə bu dəfə idealdır da yəni. Bundan o yana balacalaşdırmayacağım, əl çəkin. İndi isə effektlə çəkirəm. Bu isə effektləndir. Bu arada saçıma egzasom eləmişik. Egzasom saç tökülməsinin qarşısını alır və nə edir? Saçları daha tez uzamasını sağlayır, daha canlı, daha parlaq eləyir, həmçinin daha gür eləyir, daha çox çıxardır. Bəli. Və onu da qeyd edirəm ki, bugün mamamı da gətirmişəm. Mamamın da üzünü eləmişik. Hər şey eləmişik, yəni. Hə, biraz şiş vardı üzündə, hələ ki çəkmirik. Artıq bəlkə bir 10 ildir ki, mama kosmetoloji prosedur eləmirdi. 10 il sonra ilk dəfə idi ki, ölkənin əsas kosmetoloqu İlker xanıma özünü əmanət elədi və o qədər gözəl eləyibdi. Bu arada dolğulardan istifadə eləməyib Ülker. Yalnızca egzasom, 7 nöqtə, çox gözəl şey prosedurlar eləyiblər mamaya. Bir də botoks elədilər. Üzü belə dartınıb. 14 gün sonra tam otursun, paylaşacaq.